Deməli, davam edirik. Burada gördüyümüz ikinci şəkildə düsturumuz 2n4c-dir. Bu deməkdir ki, burada olan xromosomlar iki xromatillidir. Və bu artıq sintetik mərhələ ya bitibdir, postsintetik mərhələdir deyə bilərik. Çünki biz bilirik ki, interfazanın Müəllim, siz ekranı paylaşdınız. bir dəqiqə paylaşmamışamsa da paylaşım. Yaxşı dedim bax. İndi paylaşdım və şəkilləri birinci şəkli izah elədim də bayaq, düzdür? İkinci şəkil haqqında danışırıq. Düstur gördüyümüz kimi 2n4c-dir. Deməli, buradakı xromosomlar 2 xromatidlidir və interfazanın bilirdik 3 mərhələsi var idi. Presintetik, sintetik və postsintetik. Artıq tutalım ki, postsintetik mərhələ bitdi. Postsintetik mərhələ bitdikdən sonra mitoz bölünmənin gördüyümüz bu fazası başlayır. Bu adlanır profaza. Profaza mərhələsində bu gördüyümüz 2 ədəd hüceyrə mərkəzi gördüyümüz bu şəkildə eyni qütbdədir. Bax, görürsünüz, hamısı eyni qütbdədir. Yəni, yuxarı aşağıda deyil. Yalnız yuxarıdadır. Bunlar artıq qütblərə doğru çəkilirlər ardıcıllıqla. Mərhələləri deməyə bilərəm. Kitabımızda hamısı profazanın içərisində verilib. Gördüyümüz bu nüvə həcmcə böyüyür. Nüvənin membranı profazanın sonlarına doğru əriyir və xromosomlar sərbəst halda sitoplazmada. Görürsünüz, sərbəst halda sitoplazmadadır. Və nüvənin membranı əridikdən sonra bildiyimiz kimi nüvə içərisində olur karyoplazma, yəni nüvə şirəsi. Deməli, nüvə şirəsi profazanın sonunda sitoplazma ilə qarışır. Çünki membran əriyir. Və gördüyümüz bu yumru nüvəcikdir. Nüvəcik artıq burada yoxdur. Demək ki, bu şəkildə yoxdursa, artıq nüvəcik itibdir, əriyib gedibdir. Və profazanın lap əvvəllərində baş verən prosesləri deyirəm. Normalda deyə bilərsiniz ki, biz bu şəkildə də xromosomları görürük. Normalda izah üçün görürsünüz də siz bunu. Normalda onlar işıq mikroskopunda görünmür. Artıq profazanın əvvəlində xromosomlar qısalır, yoğunlaşır və işıq mikroskopunda görünməyə başlayır. Çünki əvvəl nazik və uzun idi, sap kimi idi, ona görə görünmürdü. İndi artıq qısaldı, yoğunlaşdı, işıq mikroskopunda göründü. Və profaza mərhələsində gördüyümüz kimi, bax, bu hissədən və bu hissədən yuxarıya, aşağıya doğru hər hansı bir bölünmə vətəri yoxdur. Ona görə deyirik ki, profaza mərhələsində bölünmə vətərləri əmələ gəlməyə başlayır. Yəni, tam əmələ gəlməyib hələ. Gəldik ikinci mərhələsinə, bu metafaza mərhələsidir. Bu mərhələdə də düstur gördüyümüz kimi 2n4c-dir. Yəni, burada da xromosomlar 2 xromatidlidir və artıq burada metafaza mərhələsində bölünmə vətərləri əmələ gəlib və hər xromosomun sentromerinə bir dənə üstdən, bir dənə də altdan gəlib buradan vətər teli birləşir. Buradan da bax görürsünüz bu sentromerə həm üstdən, həm də altdan vətər teli birləşir və xromosomlar metafaza lövhəsi boyunca düzülübdür gördüyümüz kimi və hə, deməli, gördüyümüz bu xromosomlar artıq metafaza lövhəsi boyunca düzülüb və hər xromosomun sentromerinə də 2 vətər teli birləşib. Elə bilin ki, bu xromosom yuxarıya çəkən vətər teli də var, aşağıya çəkən vətər teli də var. Artıq bu xromosomlar məcburdur ki, ortadan bölünsün.
və gördüyümüz bu mərhələ artıq anafaza mərhələsidir. Anafaza mərhələsində qütblərə artıq bu xromosomlar ortadan ikiyə yerə bölündüyü üçün çəkilənlər bax bunlar adlanır xromatidlər və yaxud da bir xromatidli xromosomlar da deyə bilərik. Qütblərə doğru çəkilir. Bu zaman artıq burada metafazada gördüyümüz iki xromosom artıq bu anafazada görürük ki 4 şəklindədir. Yəni xromosom sayı 2 dəfə neynədir? Artdı. Məsəl üçün sual düşə bilər ki, insanın bağırsaq hüceyrəsinin bir nüvəsində metafaza mərhələsində 46 xromosom var. Bu hüceyrənin mitozun anafazasında neçə xromosom olar? Deyəcəyik ki, 46 idisə 2 dəfə artdı. Neçə oldu? 92. Və artıq anafazada qütblərə xromatidlər çəkilir. Çəkilib qurtardıqdan sonra gördüyümüz bax burada görürsüz belə bir dənə hissə var. Həmçinin burada da var elə bir hissə. Deməli bu bitki və heyvan hüceyrələrində bir-birindən fərqlənir. Bitki hüceyrələrində çöldən içəriyə doğru nazikləşmə baş verə bilmir. Buna səbəb onların hüceyrə divarının olmasıdır. Hüceyrə divarı varsa, o içəriyə doğru nazikləşib buğumlanıb bölünə bilmir. Burada artıq gördüyümüz kimi nazikləşmə varsa, demək ki, artıq bu bitki hüceyrəsi deyil. Məsələn, heyvan hüceyrəsi ola bilər. Heyvan hüceyrəsində çöldən içəriyə doğru buğumlanıb bölünə bilir. Və nəticədə hüceyrə bölünür. Bu proses adlanır sitokinez. Sitokinez prosesi baş verir telofaza mərhələsində. Məhz telefazada artıq hüceyrənin gördüyümüz kimi sitoplazması bölünür və sitokinez mərhələsinin sonu, yəni telefazanın sonunda daha doğrusu 2 hüceyrə əmələ gəlir. Bu hüceyrələrin hər birinin xromosom dəsti neçədir? 2n, 2s-dir. Və profazada necə ki sap şəklində olan xromosomlar qısalırdı, yoğunlaşırdı. Burada artıq yoğunlaşmış, qısalmış xromosomların spiralları açılır, nazikləşir, uzanır. Əvvəl işıq mikroskopunda profazada görünürdü, artıq işıq mikroskopunda görünmür. Çünki artıq deməli nazikləşibdir, uzanıbdır. Buna əsasən işıq mikroskopunda görünmür deyəcəyik. Və artıq 2 dənə hüceyrəmiz əmələ gəlir və hüceyrəmizin hər birinin xromosom dəsti neçədir? 2n, 2s-dir. Bununla bağlı ən vacib məqamlardan birini bildirəcəm indi sizə. Deməli, bitki hüceyrəsində, heyvan hüceyrəsində sitokinez prosesi bir-birindən fərqli şəkildə baş verir. Bitkidə dediyimiz kimi xaricdə hüceyrə divarı olduğuna görə o içəriyə doğru buğumlanıb bölünə bilmir. Bununla bağlı vacib məqamı deyirəm, diqqətimiz burada olsun. Deməli, bitki hüceyrəsində içəridən çölə doğru bölünmə baş verir. Burada gördüyümüz bölünmə lövhəsi əmələ gəlir. Bu kənara doğru bu şəkildə gedir və hüceyrəni içəridən çölə doğru bölmüş vəziyyətə gətirir. Və bunu belə bir şəkildə izah eləyə bilərik ki, deməli bu bölünmə hissəsi ki var idi, dediyimiz bu ortadan əmələ gələn bax bu hissə. Bu hissə Holgi kompleksindən ifraz olunan maddələrin hesabına yaranır və bölünmə baş verir. Burada yəni Holgi kompleksinin çox böyük rolu var. Bəzən elə olur ki, hüceyrələr tam bölünə, sitoplazması bölünür, amma daha doğrusu nüvə bölünür, sitoplazma tam bölünə bilmir. Nüvə bölündü, 2 dənə nüvə əmələ gəldisə, sitoplazma bölünə bilmədisə, artıq bir dənə hüceyrə əmələ gəlir və bir hüceyrənin içində çoxlu nüvə olur. Məsələn, biz gələcəkdə insanı keçəndə deyəcəyik ki, tutaq ki, enozolaqlı əzələ hüceyrələrini buna misal göstərə bilərik ki, onlarda nüvə bölünür, sitoplazmanın bölünməsinə hüceyrənin enerjisi çatmadığına görə həmin o hüceyrələr necə olur? Çox nüvəli olur. Bunlarla bağlı anlaşılmayan nəsə varsa buyurun. İndi gəlin bir dənə ümumi 2x-dən sürətli bir şəkildə izah eləyim mən yenə sizə. Profazada, daha doğrusu sual cavab eləyək. Profazada nə baş verirdi? Bölünmə vətəri əmələ gəlib qurtarırdı, yoxsa əmələ gəlməyə başlayırdı? Bölünmə vətəri əmələ gəlməyə başlayırdı hələ.
Aha, metafazada nə olurdu? Əmələ gəlib bitibdi artıq. Əmələ gəlib qurtarır. Aha, anafaza Anafazada da qütblərə çəkilirdi sentriollar. bəli. Telefazada isə artıq bölünür Bölünürdü ya. edirdi və nəticədə iki İki hüceyrə hüceyrə arasında. əmələ gəlirdi. Bunu yəqin ki anladıq. Keçirik növbəti hissəmizə. Növbəti hissəmiz meyoz bölünmədir. Deməli, diqqətlə şəklə baxırıq. Deməli, bu birinci şəkildə gördüyümüz düstur 2n2-dir. Niyə bu şəkildədir? Xromosom hüceyrənin şəklinə baxanda da görürük ki, xromosomlar bir xromatidlidir və düstur olaraq 2n2-yə uyğundur. Və burada gördüyümüz bir balaca yumru nə idi? Hüceyrə mərkəzi idi, bir dənə idi. İnterfazanın sintetik mərhələsində artıq bu ikiləşdi. Xromosomların xromatidləri, yəni DNT-ləri də ikiləşdi, oldu neçə? 2n4c. Hələlik interfaza, mitozdan öncəki interfaza, meyozdan öncəki interfaza nəticədə heç bir dəyişikliyi yoxdur. Yəni, bunların ikisi də interfazadır nəticə etibarilə. Gəldik ikinci hissəmizə. Bu gördüyümüz hüceyrə daxilində, bu gördüyümüz hüceyrə daxilində mitozda olduğu kimi proseslər gedir. Sadəcə bir dənə fərq nədir? Mən mitozda olanları təkrar deməyəcəm, çünki meyozla mitozda eynidirsə, mitozda demişik onu. Meyozda fərq nədir? Gördüyümüz kimi bax burada olan göy rəngdə görünən, bir də qırmızı rəngdə görünən xromosom var. Görürsüz, bunlar bir-birinə doğru yaxınlaşıblar. Bu yaxınlaşma prosesi profaza mərhələsində baş verir və bu yaxınlaşma adlanır konjugasiya. Konjugasiya. Və bu konjugasiya meyozun birinci profazasında mütləq baş verməlidir. Yəni, bunun başqa bir variantı yoxdur. Gəldik ikinci məsələyə, fərqli cəhətə. Deməli, profazada bu konjugasiya getdiyi zaman bu xromosomlar arasında gen sahəsinin mübadiləsi gedə bilir. Buna biz deyirik crossing over və yaxud da gen sahəsinin mübadiləsi deyə bilərsiniz. Və bu profaza, birinci profazada konjugasiya zamanı gedə də bilər, getməyə də bilər. Yəni, ona görə deyirik ki, profaza 1-də mütləq konjugasiya getsə də, crossing over gedə də bilər, getməyə də bilər. Bunlar önəmlidir. Və mitozun profazasında nələr gedirdisə əlavə olaraq bunda da eyni şeylər gedir. Fərqli cəhəti nə oldu ayda? Bizim müəllim. Fərqli cəhəti nə oldu? Meyoz bir profazanın mitozun profazasından fərqli cəhəti nə oldu? Konjugasiyanın getməsi Konjugasiya mütləq getməlidir. mütləq getməlidir. Bəs crossing over? Getməyə də bilər. Tamam. Davam eləyirik. Metafaza mərhələsi düstur yenə mitozda olduğu kimidir 2n4c. Sadəcə fərqli cəhət nədir? Deyirəm, diqqətli olun. Gördüyümüz xromosomların sentromerinə bir xromosomun sentromerinə ya üstdən, ya da altdan və tərtəri birləşib. Mitozda isə səma necə idi? Mitozda eyni şeyə, Yəni neydi adı? bir xromosom Sentromerə birləşib bir dənəsi bölürdü ikiyə. birləşir. Düzdür? Bəli. Bəli. İndi Nigar müəllimə, burada necədir bəs? Bir xromosomun sentromerinə neçə və tərtəri birləşib? Bir və Bu tərtəri. ox işarəsini burada ox işarəsini görsə bir dənə. Bir dənə. Bax, gördüyümüz kimi buradan bir dənə və tərtəri Bir birləşib. dənə. Və artıq bizə məlumdur ki, elə bir adamın əlindən tutub, bir adam o üzə çəkirsə, o üzə gedəcək. Bir də var, bir adam ortadadır. İki nəfər onu yarı bu üzə, O yarı bu üzə. bir nəfər. Təbii ki, bu iki tərəfə də yarıya bölünüb iki tərəfə getməsi lazımdır. Və nəticədə bu xromosomlar gördüyümüz bütöv şəkildə qütblərə çəkilir. Ona görə meyoz 1-in anafazasında xromosom sayı, xromatid sayı olduğu kimi qalır. Meyoz 1-in anafazasında qütblərə çəkilənlər iki xromatidli xromosomlardır. Görürsüz? Buna biz bütöv xromosomlar da deyə bilərik. Növbəti hissəmiz telefazadır. Məhz bu telefazada bayaq dediyimiz kimi, mitozda da dediyimiz kimi sitokinez prosesi gedir.
İndi gördüyümüz şəkildəki hüceyrədə görürsüz, çöldən içəriyə doğru bölünmə var. Görürsüz bu hissədə. Deməli bu bitki hüceyrəsidir, heyvan yoxsa hər ikisi ola bilər? Bitki hüceyrəsi müəllim. Yox, bitkidə dedik ki, çöldən hüceyrə divarı qalındır, çöldən içəriyə doğru ola bilmir. Hər ikisi ola bilər. Yox, deməli burada. Heyvan. Diqqətlə qulaq asın. Bitkidə çöldən içəriyə doğru bölünmə olmur. Bitkidə içərdən çölə. İçərdən çölə qəd. Burada Daxilində. içəriyə olduğuna görə bu olacaq heyvan hüceyrəsi. Deməli və nəticədə telefazanın sonunda artıq meyozun birinci telefazasının sonunda düstur necə olur? N2C. İndi diqqətlə baxın. N2C deyirəmsə, burada xromosom 2 xromatidlidir, 1 Xromosom 2 xromatidli. xromatidlidir. Çünki N-i böldüyümüz zaman 2C-yə Zaman neçə olur? N-i böldüyümüz zaman 2C-yə, yəni nisbət 1-in 2-yə olur. Buna görə olur 2 xromatidli xromosom. Və diqqətlə izləyirik, bax bu xətti. Bundan da qırmızı bir ox çıxıb, bundan da bir qırmızı ox çıxıb və bu oxlar gətirib bizi bura. Yəni burada gördüyümüz hüceyrə bu hüceyrədir, burada gördüyümüz də bu hüceyrədir. Gördüyümüz ardıcıllıqla yenə davam edirik. Artıq meyoz 2 başladı. Görürsüz, bax bura meyoz 2 bölünməsi, bura isə yazılıb meyoz 1 bölünməsi. Meyoz 2-də meyozun birincisinin sonunda düstur N2C idisə, təbii ki, bu da profaza 2-də də N2C ilə başlayasıdır. Profazada nələr baş verirdi mitozda olduğu kimi? Bunlarda da eyni şəkildə proseslər gedir. Sadəcə artıq biz bu meyoz 2-nin profazasında konjugasiyadan danışmırıq. Konjugasiya olmur. Konjugasiya olur meyoz 1 profazada. Və artıq gördüyümüz kimi burada nüvə membranı var. Necə dəqiqə bağışlayın. Başqa səhifəyə getdi. Hı -hı. Deməli, meyoz burada deməli nüvə membranı var. Burada isə görürsüz nüvə membranı yoxdur. Artıq burada nüvə şirəsi sitoplazmaya qarışıbdır, karyoplazma və gəldik metafazaya. Metafazada gördüyümüz kimi bir xromosomun sentromerinə mitozda olduğu kimi neçə vətər teli birləşib? 2 və artıq birinə 2 dənəsi birləşdiyinə görə məcbur qütblərə çəkilənlər xromatidlər olacaq və anafaza mərhələsində ona görə xromosom sayı nədir? 2 dəfə artdı. Burada da mitozda olduğu kimi qütblərə çəkilənlər nədir? Bir xromatidli xromosomlardır. Burada da həmçinin eyni şeydir onsuz da. Və sonda telefazada sitokinez gedir və nəticədə çöldən içəriyə doğru olubsa bu heyvan hüceyrəsidir. Nəticədə 2 hüceyrə bundan əmələ gəlir, 2 hüceyrə də bundan əmələ gəlir. Hər birinin xromosom sayı NS olur. Dolayısıyla meyoz bölünmədə bir ana hüceyrədən ondan 2 dəfə xromosom sayı az olan 4 ədəd qız hüceyrə əmələ gəlir. İndi belə bir sual verirəm. Diqqətlə qulaq asın, cavab verin. Deyirəm ki, bölünmə zamanı qütblərə bir xromatidli xromosomlar çəkilmişdir. Bu bölünmə mitozdurmu, meyozdurmu, yoxsa hər ikisi ola bilər? Hər ikisi ola bilər də, hamısında bir xromatidli xromosom idi. Deməli, mitozun metafazasında, anafazasında qütblərə bir xromatidli çəkilirdi. Bir də meyozun ikinci anafazasında qütblərə bir xromatidli çəkilirdi. Deməli, bu hər ikisi ola bilər. Bəs desəm ki, hansı bölünmə zamanı qütblərə yalnız bir xromatidli xromosomlar çəkilir? O zaman Onda mitoz, bir də meyozun ikinci anafazası deməliyik şimdi. deyirəm ki, yalnız deyirəm, yalnız. Yalnız deyirəm səsəmə, o zaman mitozdur. Meyozda 2 xromatidli də çəkilir axı, ona görə İkisi də çəkilir. me Meyozun ikincisini deyəmirik onda.
Cümləyə bax diqqətlə. Deyirəm ki, hansı Bəli. bölünmə zamanı qütblərə yalnız bir xromatidli xromosomlar çəkilir? Burada eləcə cavab mitoz, meyoz olaraq verilir də. Ona Hə, görə mitoz bəli. seçirik. Başa Və düşdüm. yaxud da ki, yox, elə verilmir. Yaza bilər ki, Bəli. mitoz, 1 mitoz, 2 meyoz, nə bilim 3 amitoz. Sən Hı. bir neçə variant seçə bilərsən. Mən deyirəm ki, bu gün Yalnız. Bəli. yalnız deyirəmsə, bir xromatidli deyirəmsə, bu mitozdur. Hı. Desəm ki, yalnız sözü yoxdursa, deyirəm bir xromatidli xromosomlar çəkilə bilər. Bu mitoz da olar, meyoz da olar. Mitoz da meyoz da. Bəs Başa desəm düşdüm. ki, bəs desəm ki, hansı bölünmə zamanı qütblərə yalnız 2 xromatidli xromosomlar çəkilir? Biz de daha doğrusu Meyoz, zamanı qütblərə 2 xromatidli xromosomlar çəkilir. Heç yalnızı deməsəm də olar. Bu nə deməkdir? meyoz. Meyozdur artıq. Anlaşıldı? Hı. Bəli. Tamam, yaxşı. Başa düşülməyən nəsə varsa deyin. Çünki keçirəm mən növbət hissəmizə artıq. Keçək o zaman, yaxşı. Gəldik. Gəldik deməli bu hissəmizə diqqətlə baxırıq. Mitozla meyoz bölünmənin bir sıra oxşar və fərqli cəhətləri vardır ki, bunlar haqqında danışacağıq. Birinci bax, diqqətlə baxırsınız. Oxşar cəhət nədir? 1. Hüceyrələrin sayı artır. Biz bilirdik ki, mitozda bir hüceyrədən 2, meyozda da bir hüceyrədən 4 hüceyrə əmələ gəlir. Nəticədə hüceyrənin sayı neynədir? Artdı. Oxşar cəhətdir. İkinci, cüt homoloji xromosomlar ayrılır. Bu mitozda da baş verir, meyozda da baş verir. 3. Sentriollar ikiləşir. Təbii ki, sentriol varsa deməli nədir bu? Heyvan hüceyrələridir. Niyə heyvan hüceyrəsi deyirik? Çünki öyrənmişik ki, ali bitkilərin hüceyrələrində hüceyrə mərkəzi və yaxud da nə olmur? Sentriollar olmur. Dördüncü, sitoplazma bölünür. Təbii ki, sitoplazma bölünür ki, hüceyrənin sayı 2 dəfə artmış olur. Meyazda isə bilirdik, birindən 4 əmələ gəldi. Çoxalmada əhəmiyyətlidir. Nə deməkdir? Mitoz bölünmə zamanı da hüceyrə əmələ gəlir. Artıq birindən ikisi, meyozda da birindən 4. Nəticədə ikisində də hüceyrə sayı artır və çoxalmada əhəmiyyətlidir. O deməkdir ki, çoxalma prosesi zamanı məsəl üçün insanda qamet əmələ gəlir meyozla, başqa canlılarda əmələ gələ bilir mitozla. Hər ikisi üçün də çoxalmada əhəmiyyətlidir deyirik. Bölünmə vətərləri yaranır. Hər ikisində bölünmə vətərləri yaranırdı. Və interfazada 7-ci interfazada replikasiya. Replikasiya DNT-nin ikiləşməsi demək idi. Replikasiya baş verir. Fərqli cəhətləri nədir? Bunlar haqqında danışaq. Baxaq birinci mitoza. Somatik və ilkin cinsiyyət hüceyrələri bu yolla yaranır. Somatik hüceyrə bizim bədən hüceyrələrimizdir, məlumdur. İlkin cinsiyyət hüceyrələri isə gametogenez keçəndə deyəcəyik ki, onlar da mitoz bölünmə ilə əmələ gəlirlər. Biz onlara nə spermatozoid, nə də yumurta hüceyrə deyənmərik. Onlar ilkin cinsiyyət hüceyrəsidir. Meyoz bölünmədə isə 1 ilə göstərilənə yazmışıq. Qametlər bu yolla yaranır. Yəni bütün qametlər meyoz yolla yaranır deyə bilmərik. Çünki mitozdan yarananlar da var. Əksər qametlər isə meyozla yaranır deyirik. Gəldik ikinciyə. Bir hüceyrədən 2 hüceyrə yaranır. Bilirik bunu. Bir hüceyrədən 4 hüceyrə yaranır. Meyozda bilirik. Üçüncüyə gəldik. Yaranan qız hüceyrələrdə xromosom sayı ana hüceyrədəki qədər olur. Bəli, xromosom sayı nə artmır, nə də azalmır. Üçüncü, yaranan qız hüceyrələrdə xromosom sayı ana hüceyrədən 2 dəfə az olur. Bəli, 2 dəfə az olurdu. Dördüncü, çoxalma, böyümə və inkişafı təmin edir. Burada isə yalnız çoxalmanı təmin edir. Beşinci, əksər hüceyrələrdə xromosomların konjugasiyası, gen mübadiləsi, crossing over baş vermir. Burada isə xromosomların konjugasiyası, gen mübadiləsi baş verir. Amma təbii ki, crossing over deyirik, baş verməyə də bilər. Gəldik 6-cıya, ontogenezin sonuna dək davam edir. Bu nə deməkdir? Tutaq ki, bizim hər hansı birimizin bu dəqiqə yaşımızın neçə olmasından asılı olmayaraq mütləq bədənimizdə mitoz prosesi gedir. Yəni
Bizim hüceyrələrimiz yenilənir, sümük hüceyrələrimiz yenilənir və s. və s. Ona görə ontogenez nədir? Fərdi inkişaf. Fərdi inkişafın sonuna dək davam edir. Altıncı, bu birisi tərəfdə olan isə orqanizmlər cinsi yolla çoxala bildiyi dövrdə baş verir. Məsələn, qadınlarda öyrənəcəyik ki, 40-45 yaşında ovulyasiya prosesi artıq yavaş-yavaş sonlanır, menstruasiya dayanır, artıq cinsi hüceyrələr əmələ gəlmir. Ona görə də adətən, yəni istisna hallar təbii ki, qaydanı pozmur. Adətən, yəni 45 plus qadınların uşaq dünyaya gətirmə ehtimalı az olur. Təbii ki, bu hər bir orqanizmdən orqanizmə dəyişir. Kişi orqanizmində isə spermatozoidlərin əmələ gəlməsi 50-55 yaşa qədər davam edir və bu müddətdən sonra artıq onlarda da spermatozoid əmələ gəlməyə bilir. Sonra 7-ciyə gəlincə yaranan hüceyrələr uzun ömürlü olur. Məsələn, dəri hüceyrəmiz, qaraciyər hüceyrəmiz və s. Amma 7 ilə göstərdiyimiz bu birisi yaranan hüceyrələr qısa ömürlü olur. Çünki meyoz bölünmə ilə adətən qametlər əmələ gəlir. Məsələn, öyrənəcəyik ki, spermatozoidin yaşama müddəti deməli 2-4 gündür. Amma yumurta hüceyrənin mayalanmaq müddəti 12-24 saatdır. Nəticə etibarilə saat olaraq da azdır. Ona görə bunu meyoza yazmışıq. Homoloji xromosomların xromatidləri qütblərə çəkilir. Bayaq dedik ki, bir xromatidli xromosomlar qütblərə çəkilir. Meyozda 8-də isə diqqətlə baxırıq. Birinci bölünmədə tam xromosomlar, yəni 2 xromatidli tam xromosom o deməkdir ki, yəni xromatidlər çəkilir. İkinci bölünmədə isə xromatidlər qütblərə çəkilir. Sadəcə tam xromosom dediyimiz nədir? Bunu da deyim sizə. Tam xromosom və yaxud da 2 xromatidli xromosom eyni mənanı ifadə edir. Yəni xromosom ortadan bölünüb çəkilmirsə, demək ki, tam xromosomdur. Ona görə də meyoz birim anafazasında qütblərə 2 xromatidli xromosomlar, tam xromosomlar, bütöv xromosomlar çəkilir ifadəsi doğrudur. Hamısı eyni mənanı ifadə edir. İkinci mərhələdə isə xromatidlər qütblərə çəkilir. 9-cuya gəldik. Yaranan hüceyrələr mitoz yolla çoxalır. Yəni mitozdan sonra mitoz bölünmə baş verə bilər. Yaranan hüceyrələr meyoz yolla çoxala bilmir. Mən sizə burada belə bir qayda yazıram. Diqqətlə baxırsınız. Yazdım mitoz. Mitozdan sonra nə baş verə bilər? Mitoz. Bu mitozdan sonra meyoz da gedə bilər. Fərq etməz. Yəni, bunu hətta silirəm. Mitozdan sonra mitoz gedə bilər. Mitozdan sonra meyoz da gedə bilər. Bu da düzdür. Bu da düzdür. İkinci. Üçüncüyə baxırıq. Meyoz. Meyozdan sonra nə gedə bilməz? Mitoz meyoz gedə bilməz. Yəni, bir dənə bunu yadda saxlayın ki, meyoz baş verə bilməz. Meyozdan sonra meyoz gedə bilməz. Yerdə qalan halların hamısı baş verə bilir. Gəldik. Biz ümumiyyətlə hüceyrələrin bölünməsi üçün müəyyən bir şəraitin, qidalanmanın, oksigenin, temperatur şəraitinin olduğu haqqında bayaq danışdıq. Amma bir şey deyim mən sizə ki, bizim bədənimizdə olan hüceyrələr üçün sanki bir bölün, dayan, bölün, dayan, bölün, dayan komandasını verən zülallar var. Həmin o zülalların funksiyası pozulduğu zaman artıq hüceyrələr istədiyi qədər bölünüb, istədiyi qədər digər hüceyrələri əmələ gətirə bilirlər. Bu normal bir durum deyil bədən üçün. Bədən sanki nəzarətindən çıxmış hüceyrələr olur. Buna da hüceyrənin nəzarətsiz bölünməsi deyirik. Və nəticədə daxili orqanlarda və s. şişlərin əmələ gəlməsinə səbəb olur. Və biz buna patologiya da deyə bilərik. Patologiya anormal bir haldır. Yəni, patao əzab deməkdir. Yəni, xəstəlik yaranır. Dolayısıyla normal bir hal deyil. Və klinik gedişinə görə şişləri biz iki qrupa bölürük. Birinci haqqında danışacağımız şişlər xoş xassəli, ikinci isə
bəd xassəlidir. Xoş xassəli o deməkdir ki, bax burada qadın uşaqlığın divarını göstəriblər. Yavaş böyüyürlər, yəni həddindən artıq hər hansı bir böyük şiş əmələ gətirə böyük şiş əmələ gələ bilər, amma uzun zaman müddətində çünki yavaş böyüyürlər və toxumaları dağıtmırlar. Ancaq onları sıxırlar. Çünki şişibdirsə, orada bir şişkinlik varsa, təbii ki, o birisi orqan sıxılmalıdır. Metastaz vermir. Metastaz bir hüceyrədən, metastaz yəni bir orqandan digər orqana və yaxud da bədənin digər hissələrinə yayılma halına metastaz deyirlər. Metastaz baş vermir. Digər toxuma və orqanlara keçmir. Elə metastazın açıqlaması da demək olar. Orqanizmi zəhərləmir və insanı arıqlatmır. Yəni hər hansı birimizin bədənində Allah eləməsin belə bir şiş olarsa, biopsiya vermək lazımdır. Analiz, həmin analizdən çıxan nəticəyə əsasən qərar verirlər ki, xoş xassəlidirmi, bəd xassəlidirmi. Bəd xassəli şişlərdə isə sürətlə böyüyür, artır, ətrafdakı toxumaları dağıdır, sürətlə böyüyür, metastaz verib digər orqanlara keçir, maddələr müadiləsini pozur və orqanizmi zəhərləyir və təbii ki, insanı sürətli şəkildə nə edir? Arıqladır. Keçdik növbəti hissəmizə. Ümumiyyətlə öyrənəcəyik ki, şişlər əmələ gəldiyi toxumalara görə qruplaşdırılıb adlandırılır. Burada əzbərlənəsi hissələr bunlardır. Bunlar mütləq əzbərlənməlidir. Necə əzbərləyirik? Bir neçə variantını deyim. Məsələn, bizim birinci nəyi bilməliyik? Birinci bilməliyik ki, bu gördüyümüz epiteli toxumasının şişlərinin iki forması var. Xoş xassəli, bir də bəd xassəli. Mən sizə tutaq ki, deyəndə ki, kista, sən artıq cədvəldən yox, beynində bu cədvəl olmalıdır. Deməlisən ki, kista epiteliya toxumasının xoş xassəlisidir. Məsələn, uşaqlar, bizim abituriyentlər bunu belə öyrəniblər. Paç sözü şəklində. Epitelidə də P hərfi var. Epiteli. Yəni, hərə bir şəkildə təbii ki, yadda saxlamağa çalışır. Və bu paç yazıldığımız hissədə epitel olan hissə ki var. Yəni, buradakı P hərfinə əsasən tapıblar. Paç, yəni təmiz deməkdir. Təmizdirsə xoşdur. Xoş xassəli, papilloma, adenoma, kista. Sonra hələlik xoş xassəliləri deyirik. Fibroma, birləşdirici var. Birləşdirici sözündə deməli, bir birləşdiricidən fibromada B hərfi var. Demək ki, bu nədir? Birləşdiricidir. Belə yadda saxlayıblar. Lipomanı hərə bir cürə yadda saxlayır. Sonra sinir sisteminə gəlincə, sinir sistemi nevri, burada nervi deyirik biz, əsəb. Bu da nevrioma. Təbii ki, biz bilməliyik ki, bu sinirdir. Glioma, bunlar xoş xassəlidir. Bir də əzələ. Əzələ hüceyrəsi miofibrildir. Mioma dediyi zaman xoş xassəlidir. Bəd xassəlini necə öyrəniblər? Deyirlər ki, biz belə əzbərləmişik ki, müəllim, burada S hərfi var. Burada da S hərfi var. Burada da S hərfi var. Burada da S hərfi var. Biz öyrənmişik ki, deyir, kistadan başqa hansında S hərfi varsa, deməli, o bəd xassəlidir. Bunlar sizə fayda verir, bu qruplaşdırmalar, yoxsa belə əzbərləmək daha rahatdır? İmkan var. Yox, biraz öyrənmişəm. Necə? Necə? Əzbərləsək daha yaxşı olur. Tamam, yaxşı. O zaman necə bilsəz, o şəkildə əzbərləyərsiniz. Sonra damar şişlərinin xoş xassəllərinə angioma var. Angiografiya deyirik, damarın içinə baxırlar. Angioma xoş xassəlidir. Bir də angiosarkoma nədir? Bəd xassəlidir. Bunları bilməliyik. Və hal-hazırda bizim ölkədə də var, başqa ölkələrdə də var. Xərçəng xəstəliyi ilə bağlı deyirik ki, xərçəng xəstəliyi zamanı xərçəng hüceyrələri yarandığı yerdən yayılır ətrafa. Yəni xərçəng ayaqlarına bənzər kök atır. Ona görə də biz buna xərçəng deyirik. Türklər buna kanser deyirlər. Biz xərçəng deyirik. Və birinci nəyi bilməliyik? Xərçəng xəstəliyinin mərhələləri var. Həmin mərhələlərə biz əgər çatmamış özümüzü yoxlatsaq, diqqət eləsək,
Yəni bizdə elə bir ciddi fəsadlar yaranmır. Bunun 4 dənə mərhələsi var. Birinci mərhələ buna lap başlanğıc dövr deyirlər, erkən dövr də deyirlər. Bu dövrdə hələ təzə yaranıbdı bədəndə. Bizim limfa düyünlərimiz var da bilirsiniz. O qədər yeni yaranıbdı ki, heç limfa düyünlərində belə hər hansı bir dəyişiklik üzə çıxmayıbdı, yəni yoxdur. İkinci mərhələdə artıq yarandığı yerdən ətrafdakı toxumalara yayılıb, amma orqandan kənara çıxmayıb. Bu bilirsiz nə deməkdir? Düşünün ki, bax bu bir orqandır. Bir orqandır. Burada var idi. Artıq burada da var. Və yaxud da burada var idi, artıq burada da var. Amma orqandan neynəməyibdi? Kənara çıxmayıbdı. Buna biz orqanın içində gedən metastaz deyirik. Yəni buradaydı, bura gəldi. İndi buradaydı. Burada olduğu kimi var ha, yenə bu var. Sadəcə əlavə olaraq burada var. Sonra burada artdı, buradan bura. Başa düşdünüz belə? Buna biz orqançi metastaz da deyirik. O orqançi metastaz görünür artıq. Üçüncü xəstə orqanlardan kənara çıxır və bu gördüyümüz orqan X orqanı idi. Artıq bu gördüyümüz Y orqanına neynədi? Gəldi. Bu artıq metastazın daha geniş formasıdır. Dördüncüsü digər orqanlara keçib artıq həmin orqanlarda da metastaz verir. Məsəl üçün bu orqana gəldi, bu orqanın burasındadır. Başlayır bu orqandan bu orqanın içində bura keçməyə, bu orqanın içində bura keçməyə. Deməli, birinci mərhələmiz nə oldu? Erkən dövrdür. Burada limfa düyünlərində belə dəyişiklik yoxdur. İkinci, orqanın içində yer dəyişir. Yəni amma digər orqanlara keçmir. Üçüncü mərhələdə orqana keçir, başqa orqana. Dördüncü mərhələdə isə həmin o keçdiyi orqanların içində də nə edir? Yayılmağa başlayır. Və bizim bəzi orqanlarımızda olan xoş xassəli şişlər ki var, bu şişlər bəd xassəli şişlərdən də daha ağır ola bilər. Məsələn, bizim başımızda olan xoş xassəli şiş, tutaq ki, hər dərimizdə olan bəd xassəli şişdən daha təhlükəlidir. Çünki sinir sisteminə, yəni başı orada sıxır. Biz də bilirik, baş əsas orqandır ki, digər orqanları nəzarət edir, idarə edir. Deməli, biz sizlə mitoz bölünmə, meyoz bölünmə, xərçəng, şişlər dolayısıyla bunların hamısını öyrəndik. Mən indi dərs bitəcək bir 30-40 saniyəyə. Mən sizə həmin bu videonu həmən göndərəcəm. Buna baxarsınız və tapşırıqları da deyəcəm sizə. Nələri eləyəsiniz. Bir də topludan sizə yəqin ki baxacam. Ekstra bir şey yoxdursa testə verəcəm. Sualınız varsa buyurun. Yoxdursa gecəniz xeyrə, sağ olun. İnşallah növbət dərsimizdə görüşmək ümidi ilə. Sağ Xeyrə olun qal. müəllim. Sağ ol. Sağ olun.